arxasında çox uzun bir yol dayanır və o uzun yolda da çox insanlar dayanır. Bax, həmin insanlar hansı ki, heç özləri də bilmədən mənim həyatımda rolları olubdur. Mən onlardan öyrənmişəm, mən onların təcrübələrindən bəhrələnmişəm və onlar məni təşviq edibdir. Bilmədən də Everestə getməyə. Bax, həmən insanlarla mən sizi görüşdürəcəm. Həmən insanlara birbaşa suallar verəcək. Çox maraqlı olacaq. Qulaq asın, görün onlar kimlərdir və necə mənə kömək ediblər. Heç özləri də bilmədən. Vəfa xanımla biz Bakı Marafon Klubunun çərçivəsində uzun kilometrlərlə qaçan zaman tanış olmuşuq. Təxminən 2017 mi yoxsa 2017 məncə. Bəli, 2017-ci ildə bilirsiniz də Azərbaycanda ümumiyyətcə onda qaçış təzə yaranırdı. Yadınızdadır? Mən Facebookda girdim. Bəli. Təsadüfən qabağıma çıxdı. Burada qaçanlar var. Baxdım ki 2-3 nəfər. Bəli, var. Dedim mən bunlara mütləq qoşulmalıyam. Bəli, tamamilə doğrudur. Oradan başladı. Tamamilə doğrudur. Səhərimiz 2017-ci il idi. 2017-ci il idi və biz Vəfa xanım və ümumiyyətcə Azərbaycanda xanımların qaçışa gəlməsi biraz çətin olur. Biz Vəfa xanımla əsasən bulvar qaçışlarında iştirak eləmişik. Bazar günləri xatırlayırsınızsa bu qaçışlara iştirak. Və əlbəttə ki, ondan sonra biz Vəfa xanımla ilə birgə qaçışlarımızda da görüşmüşük. Müəyyən fikir mübadilələri aparmışıq qaçış ilə bağlı. Orada Vəfa xanım suallar verib, xüsusən trail qaçışı ilə bağlı biraz fikir mübadiləsi aparmışıq. Suallar verib, indi biz də öz təcrübəmizdən, öz balaca təcrübəmizdən bölüşmüşük Vəfa xanımla. Əlbəttə ki, belə. Vəfa, mən sizə deyim, bir əhvaldır. Əhval ruhiyyə, emosional bir insan. Bəzən Vəfa xanım hətta mənim kimidir. Eynən, yəni biz eynən, enerji baxımından biz eynəyik. Bəzən lazım olmayan yerə o qədər enerji veririk də, o qədər emosiya biz yönəldirik. Heç lazım da deyilmiş, amma biz beləyik. Biz insan olaraq beləyik və mən hər zaman deyirəm ki, biz bunu dəyişənməliyik məncə. Vəfa qəhrəman dostlar, finiş eləyir. Bax, bu doğmalıqdır artıq, bu artıq doğmalıqdır. Bu artıq o istilikdir ki, mən aparıcı olaraq, bu belə deyək, qaçışların aparıcı olaraq, mən artıq danışıram, görürsünüz, necə əhval dəyişir. Çünki mən onu yaşayıram içərdən. Mən bilirəm ki, Vəfa xanım finiş eləyəndə daxildə nələr yaşayır. Onu mən gözəl bilirəm. Onun üçün də onu orada motivasiya eləmək, o mən üçün, Vəfa xanım üçün və digər bütün qaçanlar üçün o böyük bir hədiyyədir sonda. Məncə orada çətinlik yox, sadəcə bir grupda olmaqdan biz daha çox zövq alırıq həmişə. Nəyə görə? O çətinlik nə ola bilər? Çətinlik ola bilər ki, harasa bir nəyisə planlayarıq, o plana kiminsə işi çıxar. Misal üçün, mən işləyirəm, bütün gün işləyirəm, kiminsə işi çıxıb gələ bilməyə bilər, kiminsə maddi vəsaiti çatmaya bilər. Yəni, çətinlik bunlardır. Biz çətinlikləri qaçaraq aşırıq, düzdür? O artıq, bilirsiniz Vəfa xanım, o məncə artıq çətinlikdir, o həyatdır. Həyatın, mən hər zaman deyirəm, marafon bir həyatdır. Yəni, necə çətindir marafon qaçmaq, yaşamaq da o qədər asan deyil. Yaşayanda da biz problemlərə, çətinliklərə rağmen özümüzü dik tutmağa çalışırıq. Çox gözəl sualdır, çox sağ olun bu suala görə. Mən Vəfa xanımı belə bilməzdim. Deməli, biz marafonçular zaten özümüzlə mübarizə aparırıq məsafələrdə. Bu aydındır. Amma bir müəllimənin məncə o çox çətin sınaqdır. Mənə Vəfa gəlsəydi, desəydi ki, Fred, mən belə bir məsələyə hazırlaşıram, mən deyərdim Vəfa, bunu nə bad eləyəsən? Çünki hamı mənə də eyni söz deyir, yeri gəlmişkən. Baxın, görürsünüz, mənim formam da, yəni marafonçu forması deyil. Amma mən bu forma ilə Ironman da eləmişəm, marafon da eləmişəm, 100 kilometrdə qaçmışam. Bax, Vəfa mənə onun təcəssümüdür. Bax, indi o nədir? Mən sizə deyim, o biraz çox çətin məfhumdur. Mənim bu qədər söz bazamla mən onu bir araya gətirə bilmirəm ki, mənim üçün Vəfa, bax, məhz onu təcəssüm eləyir. Onu təcəssüm eləyir ki, adi insan, sıravi vətəndaş, dünyavi bir nailiyyət əldə eləyir Azərbaycanımız üçün. Bax, bu çox vacibdir. Bilin ki, nə qədər daxildə Vəfada o olmazları keçib Vəfa. Nə qədər daxildə o olmazları keçərək buna nail olub. Bax, mənim üçün Vəfa xanım, bax, bunu təcəssüm elətdirir. Heç nə. Mən düşünmürəm ki, Vəfa xanım nəsə örgənib. Sadəcə bizim cəmiyyət
bu fəal həyat tərzi sürən cəmiyyət, belədir. Bu tək mən deyil, bu bizik. Bu çox böyük bizik. Çoxuq biz və biz az deyilik, biz çoxuq. Və şəxsən mən elə özüm də öyrənirəm. Elə Vəfa xanımla öyrənirəm. Elə digər bizim hamı dostlarımızdan öyrənirəm. Çünki bizim bu cəmiyyət olmasaydı, mən düşünürəm ki, bəlkə Vəfanın Everesti də olmazdı. Söhbət gedir ümumi cəmiyyətdən. Bizim bu cəmiyyət olmasaydı, mənim ilk Iron Man'im olmazdı. Mən bunu 100% bilirəm. Özümə görə 100% bilirəm ki, cəmiyyət olmasaydı, bir ətraf olmasaydı, dostlar olmasaydı, dəstək olmasaydı, dostların hətta həvəsdən salma belə özü də dəstəkdir. Mən bunu həyatda anlamışam. Kimsə sənə deyir, yox bunu eləmə. Bu mənə antagonist fikir yaradır, deyirəm eləməliyəm və sənə sübut eləyəcəm. Öyrənməmişəm. Düşünün ki, mən müəlliməm, evdəyəm. Heç bir belə bir fəaliyyət yoxdur. Düşüb aşağıda qaçırsan, sənə pis baxırlar. Ay Çıxırsan sağ ol. yuxudan insə. Ay sağ ol. Amma görürsən ki, belə bir community var və onlar qaçmağa başlayırlar. Sən başa düşürsən ki, bunlarla gedə bilərəm. Bəli. Və sonra səhifələri açırsan, görürsən ki, Firdovsi bəy bayrağı o ölkədə qaldırdı, o ölkədə qaldırdı. İnnovasiya, yenilik, qapı açmaq, cığır açmaq dağlarda ən çətin qabaqda gedənlərdir. Onlar iz açandan sonra sən daha rahat gedirsən, sənin sürətin daha rahat olur. Şəxsən öz adıma deyirəm. Mən qaçanda elə Bakıda həlim adamlar qaçmırdı, qadınlar qaçmırdı, gedib kişilərlə qaçırdı. Sonra indi görün nə qədər kütlə qaçır. İndi bu saat qaçanların hamısı o yolu gələnlərdir və bu çox bir mənalı. Ona görə nə öyrənmişəm? Yenilikçi olmaq, qorxmamaq, cığır açmaq. Yəni mən Fred bəydən bunu öyrənmişəm. Özü dedi, bilmirəm nə öyrənmişəm, amma mən dəqiq bilirəm ki, nə öyrənmişəm. Super. Ona görə bu layihənin adı nədir? Məni Everestə qaldıran insanlar, hansı ki, özlərinin xəbəri yoxdur. Bəli. Everest elə evdən başlamayıb ki, evimin içindən başlamayıb. Məhz oradan qaçışdan başlayıb. Tamamilə dəstəkləyirəm, tamamilə razıyam. Tamamilə razıyam. Mən altından xətt çəkərək demək istəyirəm. Bunu da çəkməkdə məqsədimiz budur ki, insanlar elə bilirlər ki, bu bir insanın gücüdür, yox. Bax orada o dözümlülüyü göstərmək və ikinci zirvəyə qalxmaq, bu rol modellərdir də. Biz rol modelləri görmüşük, bilirik ki, bu şey mümkündür. Dəhşət, o dəhşətdir. Bəli. Məhz o mənim üçün hərəkət. Yəni Everestdə qalxmışdınızsa, yəni vəssalam da belə baxanda finişi artıq eləmişsiniz. Amma siz mən səhv eləmirəmsə elədir. Siz aşağı düşdünüz biraz. Bəli, ölüm zonasında qaldınız. Ay sağ ol, təzdən. Bu dəqiqə danışıram, mənim ətim ürpəşir. Bax bu dəqiqədə söhbət edərkən mənim ətim ürpəşir. Çünki o ağla sığmazdı. Yəni o bir normal insanın heç vaxt ağlına gəlməzdi ki, bunu eləsin. Və məncə sizə orada bir ilahi bir nəsə qüvvət gəldi. Deməli, bizim xatirələrimizdən səhv eləmirəmsə biz Bilgəhdə idik. Bilgəh qaçışındaydıq və onda səhv eləmirəmsə lap yay ayları deyildi və biz onda elə dənizə girdik, çimdik. Mənim üçün şəxsən budur, ən gözəl xatirə, komik xatirə. Yo, sadəcə Vəfa xanım gözləmirdi, amma girdik. Mənim üçün xoş xatirə deyəndə, yəni mənim üçün marafon deyəndə, qaçış deyəndə, mən biləndə ki, əsasən də bulvarda Fred orada olacaq. Mən belə 2 qat belə sevinclə gedirəm ki, orada o səs var. Həm də bilirsən mənim üçün xoş xatirə nədir? Mən qaçıram. Finişə çatanda o səsi eşidirəm, deyirəm ki, eşidirəm o səsi. Demək ki, yaxınam, demək ki, çatıram. Bəzən cəmaət deyir ki, sənin səsin 3 kilometrdən eşidilir. Gedir bulvarın o biri tərəfinə çatırıq. Hələ bir xeyli vardı, geri də dönmür. Amma Fredin səsini eşidirsən. Bəli. Buna xoşun olsun. Bəli, tamamilə razıyam. Enerjin üçün çox sağ ol Fred. Ora qalxmağa mən inanardım. Mən bilirəm ki, Vəfa güclü xanımdır, emosional xanımdır amma mənim inanmadığım və mənim üçün Vəfanın qəhrəmanlığı. Bəlkə də bunu çox adam heç deməyib sizə, anlamırlar çünki mən onu qəşəng anlayıram. O düşüb ölüm zonasında və oradan sonra ikinci Lohotsa, bəli, o zirvəyə qalxma. Ona mən heç vaxt inanmazdım. Heç mən hələ indi də inanmıram. Bulvara qaçanlar çıxanda, sadəcə Azərbaycanlıları görməyəndə mənə bu çox təsir doğurdu. Mən düşünmürdüm ki, mən marafonda ən çox marafon qaçan olacağım. Mən sadəcə o kültürü gətirmək istəyirdim Bakıya. Bilirsiniz, Vəfa da məncə heç, əgər o insan o fərqində olsaydı ki, mən Everestə qalxım, onda ikinci dəfə, o ikinci pika niyə qalxırdı? O ikinci Lhotsa niyə qalxır? Mənim üçün bu suallar həqiqətən indiyəndir mənim üçün tapmacadır, bilmirəm.
O sualların cavabını bilmirəm. Əgər Vəfa xanım zaten də Everest ən yüksək zirvədir, hamımızın arzusu da Everest bilirik, bütün dağçıların arzusudur, düzdürmü? Onu qalxıb da adam, qalxıb deyə bilər ki, mən mission completed. 100%. Amma onu düşüb və o mənim üçün möhtəşəm. Ölüm zonası neçə metrdədir? 7400. 7400-dən təzədən yuxarı qalxmaq. Yox, hələ ondan biraz aşağı. Onu deyirəm sizə. Odur məqam. Çünki aşağı düşmək, uca düşmüsünüz də, təxminən 7000-də. O yenə düşsəydiniz çatırdınız base camp-ə, vəssalam. Amma siz təzədən o. Təsəvvür ki, mən marafon qaçmışam. Marafon finişindən sonra mən bir dənə də marafon qaçıram və buna hazırlıqsız idim mən. Təsəvvür edirsiniz? Düşünməsi belə dəhşət. Düşünməsi dəhşət deyə heç marafon yox. Təsəvvür marafon finiş edirsən, finişdə oturursan, deyirsən, mən bir də gedirəm 30 km qaçmağa. Mümkün deyil, bunu bütün marafonçular bilir. Bütün marafonçular bilir. Bunu xahiş edirəm, siz xahiş edirəm, ciddiyyətlə qeyd alın. Bu çox vacib məqam. Biz Vəfa ilə görüşdüyümüz hər bir zaman biz qaçış haqqında danışırıq, idman haqqında danışırıq. Bizdə elə bir söhbət olmuyor ki, Vəfa xanım mənə soruşsun ki, Mr. Fred, neçə tələbəniz var? O bizim aramızda heç bir elə söhbət olmuyor. Qıraqda mən heç zaman ingilis danışmam. Çünki mən öz dilimi sevirəm və bizim Vəfa ilə kollega olmağımız bizə ümumiyyətcə ingilis dili müəllimlər üçün bu xüsusi bir cəhətdir ki, Vəfa xanım məhz müəllim olaraq Vəfa xanım Everesti fəth edib. Biz müəllimlər yaxın, biz çox həyatlar görürük. Biz gənclərin həyatlarını çox görürük. Biz çox tələbələrə kömək edirik xaricdə oxumağa. Biz çox tələbələrin inkişafında rol oynayırıq. Amma müəyyən bəlli bir məqam gəlir ki, biz özümüzü transformasiya etmək istəyirik. Düzdürmü? Çünki təsəvvür ki, minlərlə insan həyatını dəyişirləmişəm, tələbələrin. Amma sonra fikirləşdim ki, Fred, bəs sən öz həyatında nə dəyişiklik eləmişsən? Sonra da tələbələrim mənə niyə də eləməyəsən dəyişiklik? Bax, məncə ona görə Vəfa xanım bu müəllimlər cəmiyyətində bu məsələləri daha çox aşılamalıdır. Və ağlıma gələn spontan sıçrayış. Və sən bilmirsən ki, o sıçrayış hara sıçrayır. Amma mütləq ki, bir yaxşı yerə sıçrayır. Amma sən onu bilmirsən əvvəlcədən. Ayda, siz necə məni 100% təsvir elədiniz? Yəni, mənim definitionum bu olsun bundan sonra. Yəni, tərcüməsi bu olsun. Lüğətə belə də geçsin məncə. Əla, mən bunu yazacağam.